Mağazin Plus Village Palace Otelin xüsusi sponsorluğu, Yol Üstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə reklamlardan sonra davam edir. Verilişin baş sponsoru Village Palace Ailəvi İstirahət Mərkəzi. Sponsoru Yol Üstü restoranı. Bir aya 5 klip çəkdirdi. 100 minə yaxın pul xərclədi. Söhbət show biznesin yeni nümayəndəsi Rəşaddan gedir. Amma onun hədəfi, məqsədi, niyyəti bu deyil. Onun qarşısında başqa planlar var. Nələr var deyirsinizsə, ekrana yaxın əyləşin. Gənc müğənni Rəşad Şahbazov hər həftə olduğu kimi bu dəfə də yeni klipi ilə Mağazin Plus'da. Boş verdim, nə qədər səri düşünüm, boş verdim. Niyə məni qəmə bürünüm, boş verdim. Klipin adı Boş Verdim mahnısıdır. 5-6 min fərdim çıxır. Boş Verdim adlı mahnıya çəkilmiş klipə 5-6 min pul xərc çəkmişsən yəni. Bəlkə sən bu səfər gedməyəsən, bəlkə sən məni incitməyəsən, bəlkə sən dediyini etməyəsən, məni tərk etməyəsən sən. Mən deyərdim ki, əslində əziz tamaşaçılar, bir etiraf eləyim. Bir aydır show biznes, yəni bu sənətdədir Rəşad və bir ay ərzində yəni 5 klipin yayımlanıb, düzdür? Hə, 5 klip. 5 klipə nə qədər pul xərcləmisən? Tam səmimi ilk dəfə Mağazin Plus verişində bu haqda etiraf elə. Əslində istəməzdim demək, amma gəldisə deyəcəm mən. 70-80 min. 80 min, əziz tamaşaçılar, 80 min manat bir ay ərzində, yəni bu qədər xərc çəkmisən. Bəli. Bu həqiqətən dodaq buçuqladır. Yəni sözün əsl mənasında dodaq buçuqladır. Onu anda yalnız mən bacardım. Ulduz necə olub görsədəcəm. Hər kəsə bunu gözləyir. Müğənni deyir ki, hələ bu harasıdır. Bunun davamı daha çox səs-küy yaradacaq. Hələ gələcək, hələ çox gələcək. Çünki mən demişdim axı, mən başladımsa dayanmayacam. Bu yandan da biraz prinsipə düşdüm. Ay kalitə falan, o bəzi show biznesə yuxarıdan gedən sözləri mənə acıq tutmuşdu. İndi özləri axtararlar, özləri taparlar. Hələ biz çox yuxarılara getmək fikrimiz var. Məqsədimiz az qalıb. Çatırıq yavaş-yavaş. Xoşa gəlməz sözlər danışırlar. Biraz efir mədəniyyətini qorumaq lazımdır. Yəni verişə gələn qonaqlar danışır, yoxsa aparıcılar danışır? Başa düşmədim. Aparıcılar da. Qonaq çağırırsan, qonaq kimi qəbul elə. Çağıra bilmirsənsə, etikadan kənar çıxmayın da. Biraz özünüzü yaxşı aparın. Kimin necə oldu, kimin necə olmadı, siz aparıcısınız. Halal olsun Mağazin Plus verilişinə, aparıcılarına. Həqiqətən də ürəyim deyərdi, həmişə də ürəyim də oldu. Rəşad efir aparıcılarına xüsusi ismarıc yolladı. Yəni mən elə verilişlərə çıxmaram, heç vaxt çıxmayacam da yəni. Yəni heç özümə sığışdırmıram da mən elə verilişləri. İlk dəfədir gəlib sizin verilişinizə. İlk dəfə gələn insanla elə sən səmimiyyət yaratmalıydın ki, o da səndən danışmalıydı və mən orada nə danışmamışam, danışmıram da bəzi aparıcılarla. Heç söhbət də eləmirəm. Qonaq olduğu bəzi verilişlərdən narazı qalan müğənni Mağazin Plus'da açdı sandığı, tökdü pambığı. Mənim dilim də var, danışa da bilərəm, özümü aparmağı da bilirəm, oturuşumu da bilirəm. Amma bəzi aparıcılar mən gərək adam tutum, gününə 30-40 manat verim ki, danışıq qabiliyyəti öyrətsin onlara. İnşallah ətrafımda elə insanlar çoxdur, danışıq qabiliyyəti öyrətmək, tərbiyəni, qanadağı öyrətmək. Tərbiyəli olmaq lazımdır, dostlar. Mən nümunə olaraq çıxmışam efir qarşısına. Yəni, səmimi danışana səmimi cavab verirəm və sonradan ona kiminsə cavabını yan-yörəm vermək istədiyi halda mən gücünə dayandırıram, ona görə əziyyət çəkirəm. Ondan sonra çağırıma çıxmayayım. Mahnında da dediyi kimi, sonuncu mahnında da nə demişdi? Boş verdim. Boş verdim, niyə məni qəmə bürünüm, boş verdim. Rəva deyil
Məndə olan məlumata görə mən əslində bu məkana gəldim. Mən daha sonra qonağımız gəldi məkana. Məndə olan məlumata görə bir xoş müjdəli bir xəbər var. Hal-hazırda əslində o sualı verəcəm və aşağı düşəcəyik, biz həyətə düşəcəyik. Çünki xeyirli uğurlu olsun, şadlıqlara sürəsən, yeni bahalı bir avtomobil almısan. Çox sağ olun. Neçə almısan? Markasını deməyək, reklamdır, amma qiyməti haqqında məlumat. 60 min. 60 minlik maşın. Bəli. Yəni bu avtomobilin nəyə əsas? Mən avtomobilin var idi. Bir avtomobilin var idi. Bəs bunu niyə aldın? Yaydı da, üstü açıq gəlmək lazımdır. Sərinlik olsun. Yəni sırf yaya görə mi aldın? Yəni üstü açıq avtomobil olsun. Ay xeyirli uğurlu olsun, ay Rəşad, xeyirli uğurlu olsun. Həqiqətən də deyərdim ki, yayda ən çox istifadə olunan insan istərsən yayda belə avtomobillə şəhərə çıxanda, özü subay, sən də subay. İcazə versən mən girim bir avtomobilə bir göz nəzər yetirim. Mənim adətimdə bilirsən də, mən Əslində hər adama icazə verirəm, amma sizin üçün olar. görürəm belə dayanmısan qabaqdakı, yəni girmə. Bu lap bizim sənətçimiz Manafağa evin vəziyyətinə döndü ha. Yox, həqiqətən də dəyər, yəni 60 min bu avtomobili verməyə. Burada da baxıram, elə çox əşyadan istifadə eləmirsən, maşallah, əşyalarını evdə qoyursan. Bardachokun açıqdır. Hə, niyə? Bir baxım görüm nə var, nə yox da. Burada nə var? Salfetkaz da, hə, pasport. Elə vacib bir şey yoxdur görürəm. Burada nə var? Burada da eynək. Eynəkdən də bolsan da deyirəm. Eynəkdən də bolsan. Nədir? USB-dir. Başqa da bir şey yox. Başqa bu kağızı nə üçün burada? Hə. Kağızı da var burada. Burada qələm də var. İndi bu nə üçün burada belə saxlamısan ki, ay Rəşad? Hə? Hə, nömrə yazıb verirsən. Hə, bildim, başa düşdüm. Yox, yaxşıdır. Sağlığına qismət, inşallah şadlıqlara sürəsən. Çox qəşəng avtomobildir. Amma deyəsən avtomobil alanda təkərlərə fikir verməmisən. Təkərləri köhnədir. Bir dənə yaxından əlpaşa istəyərdim bunu bir dənə göstərəsən. Hə. Bu satan adamın üçün pulunu çıxmısan bunu, yoxsa legalı belə? Görürsən, bax, diqqət etmək lazımdır. Diqqət etmək. Çünki mən elə düşünürəm ki, hətta təkərlərin 4-də dəyişilməlidir. Artıq biraz gedər hardasa, amma yenə də dəyişmək lazımdır. Kimlərsə şirini atdı mı avtomobilinə? Hə, çox. Kimlər atdı? Rəhma. Bala bəbət. 5 manat atıblar, yoxsa bir 20-dən 50-dən atıblar düzünü? Yox, harca 200-dən atırlar. Ha, 200 hətta. Əziz tamaşaçılar, onu deyim ki, adını çəkdiyi şəxslər Rəşadın işçiləridir. Yəni işçilər 200 manat rəhbərin avtomobilini atırsa, indi gör Rəşad bunlara aylıq, günlük nə qədər pul verir ki, onlar sənin avtomobilinə 200 manat pul atırlar. Bu zarafat bir şey deyil ha. 50 işçi var, ən azı 3000 alırlar. 50 işçi? Hə, yəni bir nəfər ən azı Bir nəfər aylıq mı? Alır, hə. Aylıq bir nəfər işçinə 3000 manat maaş verir. Hər. Allah qazancını artıq eləsin. Avtomobillə də sənə xoş istirahətlər. Çox qəşəng avtomobildir, nə deyim? Yəni dosta qardaşa qismət olacaq bir avtomobildir. Ötürəm qardaşım, çox sağ ol. Nə qədər pul xərcləmisən? Brentli var da, 700-800 var. Nə danışırsan? Bəli. Biri var əslində Brent marka geyimlər. Bir də var ki, yəni elə paltarlar var ki, ucuz olsa da görünüş var ha. Yəni insana yaraşmır söhbət var. O da önəmlidir məncə. Yəni markaya üstünlük verirsən, yoxsa yaraşana üstünlük verirsən? Belə bir sual verirsən. Yaraşana üstün verir. Verilişimizin sponsoru olan Salyan rayonunda yerləşən Yolüstü Ailəvi restoranında 1 iyun uşaqlara həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olundu. Bütün Yolüstü rəhbərliyi kollektivin adından 1 iyun uşaqların həmrəyliyi günü, müdafiəsi günü münasibət bütün uşaqları təbrik edirik hamısının. Biz də bilirsiniz də, yəni hər kəsə sir deyil ki, Yolüstü restoranı, ailəvi restoranı hər ay, hər altı bazar olmaqla hər ay konsertlər
təşkil edir. Biz uşaqları da nəzərə aldıq, yaddan çıxartmadıq. Həmişəki kimi, hər il olduğu kimi bu il də inşallah möhtəşəm konsertlə gəlmişik. Tanıdığım, tanımadığım bütün uşaqlarım beynəlxalq bir iyun bayramını təbrik edirəm. İnşallah arzulayıram ki, bütün uşaqların istədiyi arzular qəbul olsun. Bütün uşaqlara hamıya təbrik edirəm, bütün uşaqları. Onlara çoxlu uğurlar arzulayıram. Mən bütün uşaqları bu gözəl gün münasibətilə ürəkdən təbrik edirəm. Qoy dünyamıza sülh olsun, əmin-amanlıq olsun. Uşaqlarımız xoşbəxt, sevgi dolu böyüsünlər. İnşallah ki, əlbəttə ki, nə istəyirik? Hər zamanki kimi xoşbəxt uşaqlar, xoşbəxt cəmiyyət, xoşbəxt də gələcəkdir. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bu şənbədə hər şeydən biraz danışacağıq, amma yenə də özəl dostumuzla Yeni Ulduz yarışmasını onu tanıdınız. İki aşıq mahnısı ilə isə sevdiniz. Habil Əhmədov. Xoş gördük. Xoş gördük Həmzə. Necəsən? Yaxşıyam. Sənlə üz-üzə oturmaqdan məmnunluq hissi duyuram. Amma amma məndən öncəki proqramları izlədiyimə görə biraz da çalışıram hisslərə qapılmayım, ehtiyatlı olum. İndi görək də. Habil hər şeydən danışacağıq, amma biraz danışacağıq. Aha. Gələk qaydaq keçmişə. Yeni Ulduz yarışmasından. Sən oradan tanıdıq. Bəli. Niyə gəldin Yeni Ulduz yarışmasına? Məqsədin nə idi? Niyə məhz Yeni Ulduz? Ümumiyyətlə istəyirdim oxuyum. Həmişə otururdum. Baxırdım evdə televizora. Deyirdim ki, məşhur müğənnilərə baxırdım. Deyirdim ki, mən də bir gün o proqramlarda olacam, məşhur kanallarda olacam. Mən tam səmimi olacam bugün burada. Ümumiyyətlə mənim bu sənətə gəlməyimdə dəstək olub. Ən çox anam dəstək olub. Mənim anam İslam Rızayevin tələbəsi olub. Hətta. Bəli. Mərhum sənətkarımız, xalq artisti İslam Rızayevin tələbəsi olub. Yeni Ulduza da niyə görə gəldim, Həmzə? Artıq yəni qərar verdim ki, mən özümü isbat eləməliyəm, mən hər kəsə sübut eləməliyəm. 11-ci sinifi bitirdim. Gəldim Yeni Ulduz yarışmasına. Elə hazırlaşdım ki, 3 turun 3-ündə də 4 münsifin 4-ündən də cavabı aldım. Elə oldu ki, tamaşaçılar izlədilər, həftələrlə bəyəndilər və tamaşaçıların da dəstəyi ilə mən gəldim 3-cü yerə çıxdım. O da orada kimlər var idi məşhurlardan? Bax indi hal-hazırda səninlə bərabər məşhurlar. Mənlə bərabər Çingiz Mustafayev idi. Sonra bizdə Aygün Rəhimova var idi. Günay İbrahimli, Azad Şabanov. Sonra var idi. Yəni bizdə məhsullar oldu. Kimdən münasibətin var? Sadaladıqlarımdan hal-hazırda demək olar ki, heç biri ilə gündəlik əlaqəm yoxdur. Zamanla əlaqələr soyudu. Xeyr işində bunlardan hansı rahat telefon götürüb sən vurursan ki, gəl? Çingizlə daha yaxın olmuşuq. Amma Allah xoşbəxt eləsin Çingizi. Mən toy oldu bəxtlərdə. Şimdi mən ailə quranda Çingiz də oradaydı, yanımdaydı təbii ki. Söhbət 10 il bundan əvvəldən gedir. Amma mən bir də xəbər tutdum ki, artıq Çingizin toyu oldu. Tək mən deyil idim təbii ki. Çox insanlar o dəvət eləməmişdi. O da nəsə düşündü də, yəni belə elədi. Ümumiyyətlə sənət aləmində çox adamla münasibətim əladır. Amma dostum yoxdur. Atan da bax, çox faciəvi şəkildə dünyasını dəyişdi. Bu da anidən oldu. Bildiyim qədərilə. Gəl biraz bu mövzudan danışaq. Sözümün canı var. Sualımın daha doğrusu. Mən ümumiyyətlə avtomobil həvəskarıyam da çox oğlanlar kimi. Bir maşın var idi, bəyəndim. Onu mənim üçün aldılar. Avtomobili aldıq. Səhərsi gün bizdə avtomobil qəzası baş verdi. Yüksək sürət var idi. Sükan arxasında da atam əyləşmişdi. Maşında bəlkə atamdan da çox təəssüf elədiyim məqam o idi ki, bizim bir yaxın tanışımız, eyni ərazidə yaşadığımız bir insan var idi. O da həyatını, dünyasını dəyişdi bizim maşında. Bəli, 2 nəfər dünyasını dəyişib. Bizim bir qohum var idi.
onun yaxın dostu idi. Eşitmişdilər ki, maşın almışam. Elə həmən adam, mən də tanıyırdım o oğlanı. Elə təsadüfdən elə bizim yanımızdaydılar. Oturduq maşına, aeroport, hava limanı istiqamətində, o beton yol deyirlər. Elə mənim də atam hava limanında işləyirdi. Elə həmən istiqamətdə gedəndə maşın da yeni maşın idi, sürətli maşın idi. Elə sürət həddi yağış da təzə yağmağa başlayırdı, yer sürüşkən kimi idi də. Mənim atam neçə il avtomobil idarə edib, heç vaxt faciəvi şəkildə nəsə bir qəzası olmayıb. O həyatında bir dəfə qəza elədi və o da həyatını itirdi. Sürət həddi çox idi. Mən də bugün həyatda qalmaya bilərdim. Mənim o iki qohumum var idi. İndi o insanla heç bir əlaqəm yoxdur. O da həyatda olmaya bilərdi. Yəni daha böyük ailə faciəsi baş verə bilərdi. Yəni bütün ailədən yəni kişilər birdən-birə həyatını itirir. Siz neçə uşaqsınız abi? İki uşaq. Bir bacı, bir qardaş. Hə, bir bacı, bir qardaş. Atan yoxluğunu hansı anda axtarırsan? Hansı anda istəyirsən ki, atan yox? Ay, Həmzə elə suallar verirsən ki. Mənim bizim o avtomobil qəzasından sonra ki, ata itirdim, onda 2012-ci ildə idi. Azərbaycan Eurovisionda qalib gəldiyi gün. Küçədə hər kəs bayram idi, hər kəs qalibiyyəti qeyd edirdi. Biz də amma belə deyim də atamı rayona aparırdıq dəfn eləməyə. Ondan sonra biraz boşluğa düşdüm. Ondan sonra fikirləşdim ki, evdə tək ailə başçısı mənəm, toparlanmalıyam. Çünki evdə məndən başqa kişi xeylağı yoxdur. Anama, bacıma hayan olmalıyam, dəstək olmalıyam. Və yaxşı ki də toparlandım, ailə qurdum. Çünki bu sənətdə ciddi ailə qurmayanda sonra gec olur, sonra çətin olur ailə qurmaq və mən vaxtında qərar verdim, çox şükür. Yəni öz ailəmdən gördüyüm normal tərbiyəli həyata daxil oldum. Yəni o boşluqdan, atamdan sonraki boşluqdaydım, o boşluqdan çıxdım. Onun bir də kəlməsi mənə bəs eləyirdi. Otururdum, məsəl üçün, hər hansısa bir şey haqqında danışırdıq. Mənə deyirdi ki, oğlum, vecivə almayı, bax, o bir dənə onu elə bir tərzdə deyirdi ki, atadır da, o mənim nətərdim, gücüm, qüvvətim, həyatda ən yaxın dostum idi da. Mənim bir dənə o sözə ehtiyac duyduğum anlar çox oldu. Onun da səbəbi nə oldu? Məsəl üçün, mənim bacım Elə onu gəlmək istəyirdim. Ağır xəstəlik. Ailə həyatı qurdum. Ailə həyatı qurdum. Hər şeyin yükü götürdüyün üstünə və ailə həyatı qurdum. Sınağa çəkdim. Bəli, yəni mən artıq həm qardaşlıq elirdim, həm ailə atalıq elirdim. Bunu kimlərsə başa düşürdü, kimlərsə başa düşmürdü. Özüm öz çətinliyimi çəkirdim və inan səmimiyyətimə, bacımın xəstəlik dövrünə qədər heç bir əmidən, heç bir dayıdan, heç kəsdən gedib heç kəsin qapısını döyüb kömək istəmədim. Həmən illərdə özüm öz başımın çarəsinə baxdım. Nə qazanmışdınızsa satmısan? Hə, sonra bacım ki xəstələndi. Bacım xəstələnəndən sonra 2 avtomobilim var idi, ikisini də satdım. Yəni hər şeyi satdım da, yəni saymayım bir-bir. Tək ki can sağ olsun, o şeylərin hamısı niyə yaşayırıq ki? Çalışırıq, qazanırıq və o şeylər dünya malı yerinə gəlir. Amma canı yerinə gətirmək olmur da. Moskvaya getdim işləməyə. Çünki utandım insanlardan pul istəməyə. Borcum da var idi, yığılmışdı. Çünki o bu xəstəlik, xərçəng xəstəliyi bahalı xəstəlikdir, bilirik, müalicəsi bahalıdır. Hər şeyi satandan sonra artıq borca girirsən. Məsəl üçün, borcda necə? Bilirsən, Həmzə, mənim vəziyyətimdən xəbəri olan insanlar oldu ki, özləri yığdılar, maraqlandılar, dəstək də oldular. Gözləmədiyim insanlar. Bəs qohum əqraba bax, gözləmədiyim yerdən. Mən açıq deyəcəm də, yəni ki, durum burada yalandan nəsə şeylim. Hamısı ilə münasibətim əladır, xətirləri əzizdir, xətirlərini çox istəyirəm. Sadəcə olaraq sanki düşündülər ki, Habil baş çıxardacaq. Yəni, necə deyim, oldu da elə anlar oldu ki, mənə maddiyyat lazım deyil idi heç. Mənəviyyat bəs eləyərdi də. Məsəl üçün, qohumların içində oldu. Mən onların haqqına girmərəm. Mənim anamın bacıları, xalalarım,
Biz hər zaman bir olmuşuq, hər zaman möhkəm olmuşuq, bir-birimizə dəstək ola-ola bu yerə gəlib çatmışıq. Məsələn, mən xalalarımın heç vaxt haqqına girmərəm, itirmərəm. Onlar mənim üçün ikinci ana olublar həyatda. Məsələn, o sarıdan dəstək gördüm. Türkiyədə mənim bir dostum var. Mənim elə anım oldu ki, xəstəxanadan çölə çıxmalıyam. İkinci əməliyyatdan sonradır. Artıq o qədər pullar xərcləmişəm ki, və bacıma qətiyyən hiss elətdirmirəm bunu. 20 gün xəstəxanada, palatada yatırsan, özün də xəstə kimi bir şey olursan da o vəziyyətdə, Allah hamısına şəfa versin. Məsələn, məndə elə vəziyyət oldu ki, mən gözləmədiyim bir insan, Türkiyədə olan bir türk vətəndaşı dostum, mən çarəsizlikdən dedi, nə olub, niyə sıxılırsan, o gəlib gedirdi. Gözü sulu adam idi, həmişə bizə baxırdı, darıxırdı, görürdü ki, bacı qardaş gəlmişik, sağlamlığa görə mübarizə aparırıq. Niyə sıxılırsan falan, nəsə orada dedim ki, həll eləyəcəm, nədir, para mı lazım falan belə soruşdu. Dedim, abi, mən sabah bacımı xəstəxanadan çıxardıram, sadəcə mən xəstəxananın pulunu ödəməsəm bizi burada saxlayacaqlar. Mən dedi ki, qalx ayağa tez. Getdi İstanbulda bir banka, adam oradan mənə lazım olan məbləği çıxartdı, mənə verdi və mən sənə bir şey deyəcəm, Həmzə. Mən baxdım ki, heç də həyat biz gördüyümüz kimi deyil, ha. Filan kəs yaxşıdır, sınaqdan keçməyincə kimin yaxşı, kimin pis, kimin dürüst olduğunu bilmərsən. Adam məni yığdı. Mən dedim ki, istəyirsən mən sənin pulunu bu dəqiqə vacibdirsə göndərim. Amma dərmanları almalıyam da. Yəni dayanmadan pullar gedir həkimə, dərmana, nə bilim də MRT, ped aparatı, nələr. İstəyirsən verim, dedi ki, yox, tələsmə. Bu dəqiqə mənə lazım deyil, qoy bir 2-3 ayda keçsin. 5 ay tamam oldu. 5 aydan sonra mənə dedi ki, Habil, bugün mənim artıq o pula ehtiyacım var. Amma dedi, yenə də bugün əgər gücün çatmırsa, bilirəm həkimlərə, dərmanlara pul xərcləyirsən, gücün çatmırsa, vacib deyil ha bu dəqiqə. Mən narahatam ki, birdən mənim puluma görə sən stresə girərsən, sənin özün xəstələnərsən. Adam mənim bir çox ətrafımda məni doğma kimi görən insanlardan daha həssasdır. Onun o sözü mənə o qədər təsir elədi ki, yəni doğrudan da o qohumluğa baxmır ki, qohum, dost, əmi oğlu, dayı oğlu, əmi dayı yaxşıdır. Vəssalam. Bax, belə şeylərlə rastlaşdım. 2 aşıq oxudun. Aha. Sən yenidən sənətə qaytardın. Başqa nə verdi? Mənə dəstək olan insanlardan ən ağır günümdə elə həmən o dostlarımdan birinin toyu oldu. Dedi ki, yoldaşımla mənə bir mahnı yaz, yoldaşıma həsr eləmək istəyirəm. 2 aşiq, 2 divanə, biri Elvin, biri Pərvanə. Dostumuzun adı Elvindir. Onlar üçün yazdım mən bu mahnını və onların toyunda onlar üçün ifa eləyəndə gördüm necə gözəl alınıb bu. Sonra sözlərində biraz cüzi dəyişiklik elədik. Mən bu mahnını paylaşdım YouTube kanalımda. 14 milyon bir kanalda 20 milyon ümumi hal-hazırda izlənməsi var. Bu dəqiqə hal-hazırda bir çox mahnılar var ki, sözlərini də sən yazırsan. Musiqisində hətta. Adi Əhməd Mustafayevə bir mahnı yazıb vermisən. Bəli. Niyə özünə yazmırsan, ona buna verirsən? Mən ilk dəfə idi ki... Mahnı tutub ona görə. Bəli, Əhməd Mustafayevin oxuduğu Var nə mənası mahnısının bəstəsində də mənim əməyim var. Fərdağa dedi ki, bəlkə mən bunu satım və söz verirəm ki, mən sənə bundan da yaxşı mahnı verəcəm. Mən də ona demişdim ki, satanda mənə məsləhətləş. Kimə satsam, mənə də bilim kimə satırsan. Bir də baxdım ki, artıq satıb. Məndə də elə bir şey yoxdur da, niyə satdın, niyə elədin? Sən satanda? Mənə belə deyim də, satdı, pulu aldı, halal xoş olsun. Amma mənə dedi ki, mən sənə verəcəyim pulun əvəzində pul vermirəm, sənə iş təqdim eləyəcəm. Hələ üstündən də nə qədər keçib, hələ ki o iş yoxdur, amma yəqin ki təqdim eləyər də inşallah. Allah da sənin daimiz. Bütün sınaqlardan üzər çıxartsan. Çox sağ ol, Çox gözəl dostsan. Minnətdaram. Hər şeydən danışdıq, amma biraz danışdıq. Bəli. Razı qaldın mı? Sənin proqramın mənim çox xoşuma gəlir. Niyə? Var. Sənin özündə elə bir aura var ki, insan sənlə danışanda o səmimi hisslərə qapıla bilir. Ona görə mən çox rahatam və əvvəldən baxırdım ki, Həmzənin yeni proyekti, layihəsi var və bilirdim ki, zamanı gələndə sən məni öz layihənə dəvət eləyəcəksən. Sən mənə də deyəndə çox sevə-sevə gəldim. Bu o proqramlardandır ki,
şəxsən mən çox rahat gəlirəm. Hər şeydən danışdıq, biraz danışdığınız tamaşaçılar. İstanbul Meyxanəyə də dərin təşəkkür, minnətdarlıq. Görüşərik. Sağ olasın. Bakıda Force of Love yaz festivalı keçirilib. Nargis jurnalı tərəfindən təşkil olunan Force of Love festivalı növbəti 3-cü dəfə 30-31 may və 1 iyun tarixlərində Space 13 məkanında keçirilib. Festival insanlara sevdikləri ilə bir araya gəlmək, ünsiyyət qurmaq, yaradıcı layihələrdə iştirak etmək, əylənmək və keyfiyyətli vaxt keçirmək üçün şans yaratmaq məqsədi daşıyan sosial yönümlü bir tədbir kimi nəzərdə tutulub. 30 və 31 may tarixlərində şəhərimizin sakinləri və qonaqları gözəl hədiyyələr almaq, açıq bağçada rəqs dərslərinə qoşulmaq, fantastik musiqi və mətbəxdən həzz almaq, övladları və dostları ilə müxtəlif ustad dərslərində iştirak etmək imkanı əldə ediblər. Maqazin Plus'dan bu həftəlik də bu qədər. Gələn həftə görüşmə ümidi ilə sizinlə sağollaşırıq. Maqazin Plus Flash Palace Otelin xüsusi sponsorluğu və Yolüstü Ailəvi İstirahət Mərkəzinin sponsorluğu ilə sona çatdı. Sağ olun, salamat qalın. Verilişin baş sponsoru Viləş Palace Ailəvi İstirahət Mərkəzi. Sponsor Yolüstü restoranı. Haberiniz olsun, olup bitenden Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var. Magazin Plus'tan yeni haber var.